Aysel Varis kızı. Biraz bekle danış. Çağıyev Aysel Varis kızı. Harda gəlmisiniz? Məhəmməd kəndində yaşayırıq. Oradan gəlmişik. Öz uşaqlarınızla gəlmisiniz. Ne olub, ne problemdir? Bizim sosial yardımımızı vermirlər. Bir illikdə alırdıq. Vaxtımız, təyinatımız bitdi. Yenə müraciət elədik. Bizə deyirlər ki, sizə sosial düşmür. Nədir? Sosyal yardımı ne için alırdınız? Yardım alırıq uşaqlara Uşaqlara görə. görə. Bəli. İndi vermirlər. 4 uşağımız var. En büyük 9 yaşında, küçüğü 2 yaşında. İndi deyirlər ki, yoldaşım vergi ödəməyib, ona görə hələ ki siz imtina veriblər ki, sizə sosial düşmür. Yoldaşınızın işi nədir? Yoldaşı fəhləşdir. Bəs bundan əvvəl vergi verirdi. O hər ayı ödənibdir. İndi də biz imtina verilibdir ki, sizə sosial düşmür. Mənim də yoldaşımın müdiriyyəti deyir ki, mən ödəmişəm. Vergilər Nazirliyinə də gedib deyib ki, orada da deyiblər ki, sizin ödəniş Ki yəni vergiden ödənin var. Onu Deyir təsdiq ki, edən sənəd var. hə, Sen sıraya çekmişsiniz. Tovuzda. Tovuzda. Bu da olur yarıda. Burada qabaq gəlmiş, imtina verilmiş, ona görə gəlmiş. Zahmet olmasa bir şey Yox, mən sənə deməyə gəlmişdim. Mən bir dəfə gəlmişdim bura. Siz ağsaqqalsınız da qarşıladınız bizi. Bizi boş göndərdiniz. Boş Dediniz, yok, gedin. bilirsin. Gedin, Müraciətin rəhbər şəxsi gibi qəbul edəcək, araşdırılsın da sizin məsuliyetiniz. Yox, sözümü deyim sonra. Sözümü deyim. Sözlü qarşılıq. Sözümü deyim budur. Hər ayda ödənib, hamısını çıxartdırmışıq. Yəni, burada yox, zəhmət olmasa, kompüterdə yoxlansın, görək ödənişlər var Burada ya. ictimaiyyətə bildirəcək. Mən kaldırma göstərirəm. Mənim uşaqlarımın haqqını kəsin. 5 yaşı var, hələ danışa bilmir. Ya, bir şey çox var, mən nə Baxaq sənədlərə. Burada deyir ki, yəni ödənir. Hər ayda işləyir, hər ayda maaşı alınır, vergi borcu var. Sadəcə burada göstərir. Hər ayda da ödədikləri baxımlardır. Ödəniş olmur. Neçə yerdən də öyrənmişik, soruşmuşuq. Deyirlər ki, o 3 aydan 6 ay ərzində sistemə oturur da. İndi 6 ay mən gözləyim, bu uşaqlar acından ölsün. Xanım, ailədən neçə nəfərsiniz? 4 uşaq, bir də yoldaşım özüm. Ümumiyyətlə bu məsələ ilə bağlı nə qədər müddətdir ki, sizin işinizə baxılmır, müraciət edirsiniz, baxmırlar. Bizim Səbəb nə təyinatımız mart göstərirlər? ayında bitdi, aprel ayında müraciət elədik. 15 gün keçdi, zəng elədik, dedilər ki, hələ yoxlama gedir. 15 gün keçdi, bir də zəng vurduq. Dedilər ki, yenə yoxlama gedir. Sonra proqram var, proqrama baxanda gördük, imtina veriblər. Zəng vurduq, ki, imtina gəlibdir, nəyə görə gəlib? Dedilər ki, buna görə. Vergi ödənilməyibdir. Bir il ərzində almışıq. Vergi də ödəniş var. Prost tam ödəniş oturulmuyubdur. O da deyirlər ki, 3 aydan 6 aydan sistemdə oturur. 3 aydan 6 aydan vaxt var da sistemdə oturmağa. İndi 6 ay mən gözləyim ki, mən 6 ay bunlar sistemə oturacaq. Mənim sosial Sizin övladınızın birində də nəsə narahatçılıq var. Nədir narahatçılıq var? nəticə. Narahatçılıq var övladınızın birində. Bax budur, 5 yaşı var, 6 yaşına keçibdir. Danışa bilmir, nitqində problem var. Keçən apardım, sosial alırdım, apardım laqapedin yanına. İndi imkanım yoxdur ki, aparım. Bax, sentyabrda uşaq hazırlığa getməlidir, məktəbə qədər 5 yaşdır. Mən göndərə bilmirəm. Yol məktəb yolumuzda, ikisi məktəbə gedir. Mən nədən aparım? Mən şübhə bilirəm, mahsur deyir ki, uşaqlara da vurmur. 3 dəfə gedəndə, 3 dəfə gələndə gör nə qədər eləyir. Mən harada 400 manat maaş alır. O yol posuna verim, yoxsa dəftərinə verim, kitabına verim, hansı bu qiymətdir. Marketə girirsən, hər şey verir. Qanunvericiyə uyğun niyə baxılmıyor? Mənim də atam var, anam var, xəstə atam var mənim. Deyə bilmirəm. Mənim problemimə baxın. Vətəndaşa imkan yaradalım, qoy keçsin vətəndaşların qəbul otağına. Qəbul edərdiniz. Kimin qəbuluna gəlmək istəyirsiniz, qəbul etsin sizi. Mənim işimə baxan kimdirsə o yanına gəl. Edəcək, buyurun, hörmətli vətəndaş, buyurun keçin içəri. Buyurun, xaricə keçsin.